Mən onu bilməyəndə əslində şuuraltı faktik olaraq onu yadımdaydı ki, şuuraltı insanlara qarşı elə düşüncələrim yaranırdı. Yəni bilmirəm, indi o da mənim o özümdən asılı olaraq yaranan bir Biz şeydir. subyektiv reallıqdan qaça bilmirik. Hə, amma ki onu kontrol edəndən sonra başa düşürəm ki, hə, həqiqətən dəyişir. Hətta xırda bir şey belə adamın həyatında belə dəyişiklik eləyə bilir. Bəli, tam doğru. İnsanlar nə etməlidir bax bu o potensialını tapmaq üçün? Birinci növbədə şuur sayına görə ən azı potensialın nədə olduğunu bilməlidir. Neyniyəndə reallaşırlar. Bunu bilməlidirlər. Ən azı doğum gününə görə. Missiya sonrakı prosesdir. Doğum gününə görə reallaşmalısan ki, sən insanlara öyrədəndə, sistem verəndə, struktur verəndə bütün potensialı istifadə elədin. Potensialı verəndən sonra, reallaşdırandan sonra sənə ideya gəlir. İdeya həcmində enerji gəlir, enerji bərabərdir pula. Doğru mu? Sən nəyisə strukturlaşdırdın, sən nəyisə sistemləşdirdin. Bunda bacarıqlısan axı. Bu sənin strategiyandır, bu sənin bacarığındır. Düzdür. Bu obyektiv reallıq sayılır artıq. Və bu olduğu təqdirdə sənə ideya hara gəlir? Missiya 4-də. Sən başlayırsan sxemlər qurmağa. Sən başlayırsan marketoloji addımlar, ideyalar gətirirsən ki, bunu belə eləyək, bunu belə eləyək və bütün bunu hamısını hədəf üzərindən eləyirsən. Çoxlu hədəflər verməyə başlayırsan insanlara. Amma sənin reallaşman fərz eləyən ki, yox, sən öyrətmirsən, sən analiz istifadə eləmirsən. Hə, bir də üçün mənfisində tənbəllik var. Hə, var. 3 divanda yatır, xaliqələr yaradır. Bunu sən nə eşitmişsən? Var. Beynində analizdən xaliqələr yaradır. Holding qrupu. Hə, hər şey eləyib, amma hərəkət və bu bütün rəqəmlərdə var. Birilər istəyir ki, bax birinin subyektivi nədir? Bir istəyir ki, hər şey mən istəyən kimi olsun. Mən deyirəm, mən deyən kimi olmalıdır. Bir bunu özündə görmür. Mən bunu təzə kəşf eləmişəm. Koçluq keçirəm. Koçluqda belə deyirəm, deyir mən belə deyirəm ki, mən belə deyirəm ki, mən deyir onların xeyrinə görə bunu belə deyirəm. Görmür özündə bunu. Ki sən bezdirmisən cəmaatı, əl çək. Düzdür. Şuur sahibi həmişə qabandakı adamı məcbur eləyir ki, sən mən deyən kimi eləməlisən. Sən mənim fikirləşdiyim kimi fikirləşməlisən, mənim geyindiyim kimi geyinməlisən, mənim kimi hərəkət eləməlisən. İdarə eləyir. İndi bax, şuur sahibi bir qadın və ya kişi. Yəni ayın 1-i, 10-u, 19-u, 28-də olmuş adam. Əgər evdə, əgər işdə nə ilənsə idarə eləmirsə, gəlir evdə başlayır yoldaşını idarə eləməyə, uşaqları bezdirməyə ya da tərsinədir. Ər başlayır arvadı idarə eləməyə. Sonra problem yaranmağa başlayır.